Hər vaxtınız xeyir olsun. Son imtahanlarda düşən bir maraqlı sual izahı ilə tanış olacağıq. Qrafiklər, diaqramlar, cədvəllər bölməsini əhatə edir. Qismən vaxt aparan sualdır, amma ağır sual deyil. 2024-cü ildə bəzi ölkələrin ümumi dövlət borclarının ümumi daxili məhsula nisbətdə faizlə göstərən hamar ağacı diaqramından istifadə edək, tapşırığı həll edək. Gəlin, qrafiki biraz yaxınlaşdıraq, daha doğrusu diaqramı. Burada müxtəlif ölkələr verir. Məsələn, Hindistan 83%. Bu misal nə deməkdir? Hindistanın borcu ümumi məhsulunun 83%-ni təşkil edir deməkdir. Məsələn, düşünün ki, Hindistanın 83 milyard borcu var. 1 trilyon tutaq ki, belə deyək, ümumi daxili məhsul var. Onları bir-birinə bölüb 100-ə vuranda 83% alırlar. İndi bunun asan yolu var. Gəlin şərtə baxaq. Deyir, Macaristanın ümumdaxili məhsulunun Rumıniyanın ümumdaxili məhsulundan 1,8 dəfə az. Borcunun isə Azərbaycanın borcundan 10 dəfə çox olduğunu bilirik. Rumıniyanın daxili məhsulunun Azərbaycan daxili məhsulundan 5,3 dəfə çox olduğunu bilərək Macaristanın borcunun məhsuluna olan nisbətini faizlə tapın və yuvarlaqlaşdırın. Bunu elə mənim kimi oxusaq, başa düşməyəcəksiniz. Gəlin etap oxuyasınız. Bax, Macaristanın borcu, daha doğrusu daxili məhsulu, Rumıniyanın daxili məhsulundan 1,8 dəfə çox. Var misalımızın içində Macaristan yoxdur. Yunanistandır, Braziliyadır, Hindistan, Macaristan yoxdur. İpucu burada Azərbaycandır. Baxın, 21,8. Deməli, Azərbaycanın 218 tutaq ki, manat borcu var. 1000 manat da öz pulu var ki, bunun buna nisbətini 100'ə vuranda nə alırlar? 21,8. Qısacası, yeni qiymət qoyacaq. Azərbaycanın borcunu götürürəm 218, öz pulunu, ümumdaxili məhsulunu isə 1000. Rumıniyanın ümumdaxili məhsulu Azərbaycanın ödəməsindən 5,3 dəfə çoxdur. Yəni 1000-dən 5,3 dəfə çoxdur. Bu Azərbaycandır. Onda Rumıniyanın ümumdaxili məhsulu olacaq 5300. Borcunu elə bilmirəm. Sonra deyir, Macaristanın borcu isə Azərbaycan borcundan 10 dəfə çoxdur. Macaristanın isə borcu Azərbaycanın borcundan 10 dəfə çoxdur. Yəni 2180'dır borcu. Burada da bir cümle işlədir. Deyir, Macaristanın ödəməsi Rumıniyanın ödəməsindən 1,8 dəfə azdır. Rumıniyanın ödəməsi budur, 5300. 5300'dən 1,8 dəfə az olan ədədi tapmaq üçün onu 1,8'ə bölməliyik. O da eləyəcək 2944,4. Yoldaşlar, bunu dərslərdə hesabladığımız üçün artıq xatirimdə qalır. Amma imtihanda bunu hesablamaq biraz vaxt uzadacaq. Bu da nədir? Macaristanın məhsulu, ümumdaxili məhsulu. İndi bizə deyir ki, Macaristanın ödəməsinə nisbətinin faizlə göstəricisini tap. Bunu buna bölüb 100'ə vurursunuz. O da eləyir 74,3. Deyir, bunu yuvarlaqlaşdırın. Cavab 74. Qısacası burada Macaristan, Rumıniya və Azərbaycan arasında söhbət gedir. Azərbaycanın 21,8 olduğunu bilirsiniz. 218 borcudur deyil, 1000 də daxili məhsulu. Rumıniyanın ümumi məhsulu Azərbaycandan 5,3 dəfə çoxdur. 1000'i vurdum 5,3'ə bunu tapdım. Macaristanın borcu Azərbaycanın borcundan 10 dəfə çoxdur. Azərbaycanı 10'a vurdum, Macaristan'a tapdım. Sonra deyir ki, Macaristanın daxili məhsulu isə Rumıniyanın 1,8 dəfə azıdır. Böldüm, onu da tapdım. Onun da borcunun məhsuluna nisbətini 100'ə vurdum. 74,3% aldım. Diqqətiniz üçün sağ olun. Növbəti videolarda görüşək.